başladı. Fariz, necəsən? Əlayam, sən necəsən? Super. Bugün həkim planlarım var. Xeyr, bugün o qədər planlarım var ki, əslində planlarım yoxdur. Yəni gün özü o qədər doludur ki, yəni plan qurmağa ehtiyac yoxdur. Səhər dururam, qaça-qaça gedirəm dərsə, dərsdən çıxıram, gedirəm kursa, kursdan qaça-qaça gəlirəm çəkilişə və nəhayət axşam sadəcə olaraq yatıb enerji toplamaq üçün evə gedirəm. Fariz, doğrudan da gəncliyimiz çox dinamik keçir. Elə öz adımdan deyim ki, mən özüm də belə anlamıram ki, nə vaxt səhər açıldı, nə vaxt axşam oldu. Səhərin qaranlığında evdən çıxıb dərsə gedirik və axşamın qaranlığında evə gəlirik. İnanırsa ki, ev üzü də görmürük. Həyatımız çox dinamik keçir. Əslində bu çox yaxşıdır. Çünki pozitiv olmağın özü bədbəxtçilikdir. Necə ki, bizim yeyib-içən, gəzib tozan gənclərimiz də var. Düzdür, biz bunlara da vaxt ayırıq yetərincə yəqin ki. Bəli, istirahət Amma günlərində. işlərimizdən zövq alaraq, işlərimizdən istirahət edərək, əylənərək. Belə. Və söhbətini mən davam etdirmək istəyirəm. Elə həyatı bizim kimi dinamik keçən gənclər az sonra bizim qonağımız olacaqlar. 3 saniyə vaxtımız var. Getdi vaxt. Maqar, artıq efirimizə yenidən qonaqlarımızla birlikdə start vermişik. Qonaqlarımız studiyamızdadır. Yəqin ki, mənim arxamda gördüyünüz bu poster sizin çox diqqətinizi çəkdi ki, bu nədən ibarətdir. Bax, elə biz hal-hazırda ondan danışacağıq. Xoş gəlmişsiniz hər biriniz. Mən istəyərdim ki, layihənin rəhbəri Məzahir müəllimlə söhbətimizə başlayaq. Ümumiyyətlə, Məzahir müəllim, ilk öncə özünüz haqqında, sonra isə layihə haqqında bizə məlumat verin. Bizim sıralarımızda bu gün bizim üçün çox dəyər verdiyimiz və Gənclər İdman Nazirliyinin də Azərbaycan gəncliyinə dəyər verdiyi bir möhtəbər qonağı var. Bu qonaq Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Ban Ki-moonun gənclər məsələsi üzrə xüsusi nümayəndəsi hörmətli Əhməd bəydir. Deməli, yəqin ki, o da biraz... Bəli, hələ biz də hal-hazırda o mövzuya keçid almaq istəyirik. Yenə gənclər, yenə iş və yenə aktivlik. Studiyamızda gənclər, pozitiv gənclərlə əlavə, elə özü də pozitivdir, hansı ki, BMT-nin nümayəndəsi əyləşir. Mən istərdim ki, ilk öncə Fariz onun haqda tərcüməyə halı təqdim eləsin və onu daha yaxından tanıyaq, sonra isə ona ilk sualını səsləndirəcəm. Buna əslində qısa bir məlumat demək olar, çünki tərcüməyə halını oxusaq, yəni burada vaxt çatmaq olmaz. Oxuyum, cənab Əlhəndavi milli, regional və beynəlxalq səviyyədə gənclər vəkilidir. O, demokratik mədəniyyət üçün İordaniya Komissiyası nəzdində rəhbərlik etdiyi Demokratiya üçün Gənclər Şəbəkəsinin həm təsisçilərindən biri olub. Beynəlxalq miqyasda o, New Yorkda yerləşən Beynəlxalq Gənclər Şurasının həm təsisçisidir. Daha öncə Dünya Bankı tərəfindən maliyyələşdirilən Ərəb Ölkələri Liqasının ərəb siyasəti və iştirakının gücləndirilməsi üçün institusional inkişaf proqramında komanda rəhbəri kimi çalışıb. Maşallah. Saymaqla bitirmək olmur. Bəli, doğrudan da bitirmək olur. Bu qədər gənc yaşda, bu qədər çox iş. Elə bizim özümüzə də çox qəribə gəldi ki, Əhməd Əlhəndavi bu cür səlahiyyətə necə nail olub? Bunun üçün gənclər nələr etməlidirlər, nələrə sahib olmalıdırlar? Mən istərdim tərcüməçi gəncimiz, amma tərcümə etsin görək. Thank you. Assalamu alaikum. Thank you so much. I'm so happy to be here in Baku and Azerbaijan. My first visit after I came as envoy of the Secretary General of the United Nations on youth. It's a great honor to be here and congratulations for hosting the first ever international model United Nations Security Council. And it comes at such an important time where many important issues are being discussed. And I was so much looking forward for the discussion and for meeting many young leaders who will be gathered here to discuss important issues at the global governance level. Back to your question, I started at very early age. I started when I was 15 years old in student councils and volunteering, and I continue working always in youth issues. I've been always passionate about youth issues and voluntary work. If there's an advice I can give to anyone, follow your passion, not only the opportunities, because if you follow only opportunities at the short term, you might get things. But if you really want to go far in life, follow your passion and do what you are very good at. And for me, it has been the case since I started. I always making choices based on my passion. They were not always very good at the short term. But I think if you look a bit at the longer term, life will be way much rewarding for you if you really stay true to your values and to what you think is important to be done. In my case, I would say hiring an envoy in youth, a very senior position in the UN at this young age is not only significant to me, but also recognition for young people around the world.
as recognition as well, a clear signal from the United Nations that the UNs really believe in young people and want to work with young people. And I think by this appointment, the United Nations and the UN Secretary General is sending a clear message to all world leaders and everyone that you really can work with young people. You can give them the floor and they can lead the change, because there's nothing should be for youth without engaging youth themselves. Beforehand, welcome to Baku. İnşallah gəlişiniz davamlı olar. Buyur. İlk öncə çox şadam həm bu verilişdə iştirak eləməyə, xüsusilə Bakıda keçirilən bu möhtəbər bir tədbirdə ilk Beynəlxalq Təhlükəsizlik Şurası modeli konfransında iştirak eləməkdən qonaq kimi çağırılmadan çox şadam və fikrimcə bu böyük bir tədbirdir, əhəmiyyətli tədbirdir və mənə də maraqlıdır ki, müşahidə edim ki, görün bu dünyanın müxtəlif yerlərindən gələn gənclər öz fikirlərini, öz fikir mübadiləsini necə aparırlar. Sizin suala gəldikdə isə mən bütün ümumiyyətlə bu ictimai fəaliyyətə çox gənc yaşlarından, 14-15 yaşlarından etibarən başlamışam və istər gənclər təşkilatlarında, müxtəlif digər təşkilatlarda, həmçinin könüllülük fəaliyyəti ilə məşğul olduğuma görə həmin vaxtdan bəri ümumiyyətlə bu ictimai fəaliyyətlə yaxından tanış olmuşam və əgər belə demək olarsa bir məsləhət vermək mümkün olsaydı, mən gənclərə məsləhət verərdim ki, onlar sadəcə imkanları deyil, yəni qarşısına çıxan imkanlar deyil, öz istəklərini üstün tutsunlar. Çünki imkanlar qarşınıza çıxan imkanlar ola bilər ki, sizi qısa müddətli dövrdə, yəni sizin üçün uğurlu nəticələr gətirsin. Lakin siz uzun müddətli planlarınızı həyata keçirmək istəyirsinizsə, öz istəklərinizin arxasınca getməlisiniz və mən şəxsən özüm həmişə qarşıma çıxanda qərarların verilməsi, yəni ki, qərar vermək lazım olduqda həmişə onu nəzərdə tutmuşam ki, mənim istəyim nədir, gələcək planlarım nədir və qısa müddətli deyil, uzun müddətli fikirləşmişəm və bu cavan yaşda mənim bu vəzifəyə təyin olmağım təkcə mənim deyil, ümumiyyətlə BMT gənclərin böyük bir uğurudur. Yəni ki, bu gənc BMT kimi böyük beynəlxalq bir qurumun gənclərə göstərdiyi marağın və gənclərin göstərdiyi əhəmiyyətin, onların necə vacib bir qüvvə olduğunu vurğulamaq üçün atılan bir addımdır və həmçində digər dünya liderlərinə mesajdır ki, onlar gəncləri lider kimi qəbul etsinlər, bilsinlər ki, gənclər üçün işləmək gənclərsiz mümkün deyil. Çox gözəl. Doğrudan sualların cavabı çox şəffaf şəkildə bizə aydın oldu. Mən istərdim ki, qonaqlarımızla tanışlığa davam eləyək və yenə də Əhməd Əlhəndavəyə qayıdacağıq. Onunla daha ətraflı tanış olacağıq. Və studiyamızda ikinci bir xaricdən gəlmiş, dəvət olunmuş qonağımız var. Hanna xanım. Mən istərdim ki, Hanna xanımı da daha yaxından tanıyaq. Buyurun, özünü təqdim etsin və nə işlə məşğul olduğunu bizə izah eləsin. Salam. Salam. First of all, let me say it is an absolute pleasure and an honor to be here in Baku. It is also my first time in Azerbaijan. I am a PhD student currently in Canada, in Toronto, and I am helping organize this International Model United Nations Security Council conference. I've been taking part in Model UN conferences for over a decade now, so it's been quite some time that I've been involved with Model United Nations. Privileged to be helping Azerbaijan organize their first Security Council conference. I will be serving the role as president of the Security Council for the conference. So in the months prior to the conference, I've been helping with development of the content and the material and working with the local participants as well as the international students, helping develop the material on cybersecurity. We will actually be doing a crisis simulation. So we will get all the participants together and simulate what would happen in a Security Council crisis. So it will be very dynamic and engaging, and they will get a true experience of what it's like to be not just at the United Nations representing a specific member state, but also what it's like in an emergency situation. İlk öncə mən də bildirmək istədim ki, Bakıda olmağımdan çox şadam. Mən də ilk dəfədir ki, Bakıdayam və bu tədbirin iştirakçısıyım, burada olmaqdan çox şadam. Mən hal-hazırda Torontoda doktorantura belə deyək, mərhələsində təhsil alıram və ümumiyyətlə BMT modeli konferanslarında 10 ildən çox təcrübəyə malikəm, iştirak təcrübəsinə və həm iştirakçı, həm də təşkilatçı, yəni təşkilatçılara yardım edən bir şəxs kimi də fəaliyyət göstərmişəm və çox şadam ki, bu Azərbaycanın ilk beynəlxalq BMT modeli konferansında da mən öz töhfəmi verə biləcəm və bu konferansın keçirilməsinə öncəki aylar ərzində biz burada ümumiyyətlə konferansın ssenarisinin qurulması, krizis vəziyyətinin hazırlanması, konferansın gedişatı, bütün bu ümumiyyətlə mövzu və s. kimi bu sahələrdə öz yardımımı və töhfəmi vermişəm təşkilatçılara. Hanna xanımın əlavələrini alacaq, amma mən istərdim ki, start verək studiyamızda başqa gənclərlə tanış olmağa. İlk öncə başlayaq mərkəzdə oturmuş xanımımızla.
Salam. 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 Necə gəlib qoşuldun bu layihəyə? Harda məlumat topladın və necə alındı? Hansı yollardan keçdin? Mən əvvəl milli BMT modelində iştirak etmişəm, beynəlxalq olmayan, yəni ancaq Azərbaycanlı iştirakçılardan ibarət olan konfransda. Bununla bağlı yəni müəyyən əlaqələr vasitəsilə sadəcə elan gördüm və hamısı, yəni burdakilərin hamısı sadəcə elan görüb və müraciət ediblər. Sonra seçim prosesi nəticəsində Seçim seçildi. necə olur? Hansı Hansı kriteriyalara kriteriyalar tələb əsasən? olunurdu? Məzahir. Sadəcə olaraq bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, yəni biz deyəndə ki, bu ilk dəfə Azərbaycanda keçirilir və Azərbaycanda keçirilən mövzu da deməli kiber təhlükəsizliklə bağlıdır. Siz bilirsiniz ki, bu il Azərbaycanda informasiya kommunikasiya ili elan olunubdur və bu məsələlərin fonunda biz gənclərin bilavasitə müzakirəsinə məhz bu gün həm BMT-də, həm dünyada çox müzakirə olunan və həvəslə müzakirə olunan məsələni çıxartmışıq. Və təsəvvür eləyin, bu gün dünyada deməli kiber təhlükəsizliklə bağlı Birləşmiş Millətlər Təşkilatı deyək ki, konvensiya hazırlayır. Lakin eyni zamanda biz bu gün şərait yaradırıq ki, bax bu təhlükəsizlik modeli çərçivəsində gənclərin fikrini ala bilər. Doğrudan da bu gənclərin özü üçün çox faydalıdır o baxımdan ki, gənclər sabah ümumiyyətcə dövlətlərini artıq real təmsil edəndə bugünkü təcrübə onlar üçün çox böyük, həddən artıq qiymətli bir şey olacaqdır. BMT prosedurlarına əsasən xüsusi seçim deməli qrafiki müəyyənləşdirmişdi. O sual cavablardan sonra deyək ki, həmin universitetlərdən tələbələrin arasında ən yaxşılarını şübhəsiz ki, bu konfransa daha çox uyğun olanları seçmə həyata keçirmişdi. Amma bir məqamda vurğulamaq istəyirəm ki, bugün Azərbaycana BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkənin 15-indən də deməli Azərbaycana iştirakçılar gəlib. Və Allah qoysa bu Azərbaycandan da əminəm ki, belə bir gənclikdən məmnunluqla ayrılacaq və İnşallah daha böyük uğurlara imza atmış olarıq. Mən istərəm növbəti gəncimizlə də tanış olaq. Növbəti sualım mənim yenidən Əhməd müəllimə olacaq. Onun Bakıda baş tutan görüşləri ilə bağlı təəssüratlarını öyrənəcəm. Amma ilk öncə Əhməd müəllimin rəsmi görüşləri ilə bağlı sujetimiz olacaq. Gəlin həmin sujeti izləyək, sonra davam edərik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya oyunu çərçivəsində dövlət və hökumət rəsmiləri və Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 tələbə və məzun işə öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə başladılar. Daha sonra isə onlar Şəhidlər Xiyabanını ziyarət etməklə burada uyuyan oğul və qızlarımızın xatirəsini yad etdilər. BMT Təhlükəsizlik Şurası model konfransı, BMT-nin inkişaf proqramı, Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə təşkil olunub. Beynəlxalq tədbirdə dövlət və hökumət rəsmiləri, ali məktəbin rektorları, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilat və səfirliklərin nümayəndələri, eyni zamanda gənclər təşkilatlarının təmsilçiləri iştirak etdilər. BMT Təhlükəsizlik Şurasının gənclərin qərarlarının qəbul olunmasında və siyasətin həyata keçirilməsində iştirakı mövzusunda birinci model konfransı qurumun baş katibi Ban Ki-moon'un iştirakçılara video müraciəti ilə başladı. Müraciətdə baş katib Azərbaycanın kiber təhlükəsizlik məsələlərinə diqqət ayırmasını yüksək qiymətləndirdi. Daha sonra Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdə keçirilən uğurlu gənclər siyasəti barədə, həmçinin beynəlxalq simulyasiya konfransının Bakıda keçirilməsinin Azərbaycan gəncləri üçün əhəmiyyətindən danışdı. Bizim gənclərimiz, bizim müxtəlif internet, müxtəlif sosial şəbəkələrdə çox fəaldılar və bu fəallıq müxtəlif problemlər yarada bilər gələcəkdə və sözsüz ki, bu layihə bizim üçün çox maraqlıdır və inanıram ki, onun ətrafında olan fikir mübadiləsi çox maraqlı ola bilər. Tədbirdə həmçinin Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Xarici İşlər Nazirinin müavini Araz Əzimov, Birləşmiş Millətlər Təşkilatının baş katibinin Gənclər üzrə elçisi Əhməd Əlhandavi və Millətlər Təşkilatının İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk çıxış etdilər. Az öncə Farizin verdiyi suala mən qayıtmaq istəyirəm ki, tərcüməçimiz bizim üçün tərcümə etsin qonağımıza ki, görək Əhməd Əlhəndavi Bakıda təəssüratları necə olub, görüşləri necə keçib?
It's amazing what I've seen so far. Actually, I met with a different group of youth organizations, youth activists, Layora, as well as the student group, and I think there's important progress is happening here, and also the investments in the youth sector is really important. I think the government of Azerbaijan is doing giant steps in relation to investing more in youth issues, and the growing number of youth organizations is a good indicator in this regard. We also, discussing here during my visit, the cooperation between the United Nations and the government, the civil society, and how we can continue to support the youth policy efforts here, and also youth organization. This is my first visit, as I said, and I'm quite sure it will not be the last, because we have explored different areas where we will be cooperating closely and ensure that we will continue to support youth work not only at the national level but also regionally and internationally. So overall, I would say it has been very successful so far, and I look forward to the rest of my meetings. I will be meeting the Minister of Youth and Sport and other colleagues working here at the national level and exploring how we can take things forward. So overall, it went very well, and I think just being here with a group of from 15 countries coming here to debate and discuss global issues from a youth perspective is so rewarding. So I'm so much looking forward to the rest of my visit. Mən ümumiyyətlə indiyə kimi keçirdiyim görüşlərdən gördüyüm bu hal-hazırda bizim bir sıra gənclər təşkilatları ilə, Milli Şura ilə, deməli ATGT ilə, İrəli və sairə kimi gənclər təşkilatları ilə görüşlərimiz olub və mən ümumiyyətlə Azərbaycanda gənclər sahəsində, gənclər təşkilatları sahəsində olan bu hazırki vəziyyətdən çox şadam və çox mənim xoşuma gəldi. Ümumiyyətlə Azərbaycan dövlətinin gənclər sektoruna, gənclər təşkilatlarına, gənclərin inkişafına ayırdığı bu maraq, bu sahəyə qoyulan böyük sərmayə gənclər mövzusunun Azərbaycan dövləti üçün necə əhəmiyyətli və vacib bir mövzu olduğunun fikrimcə bir göstəricisi, indikatorudur və bu görüşlərin nəticəsi olaraq həmçində mən ümid edirəm ki, biz də öz BMT kimi, BMT bir qurumu olaraq öz töhfəmizi, öz yardımımızı etmək, deməli, üsulları barədə müzakirə apardıq və qeyd etdiyim kimi mənim ilk səfərimdir və çox ümid edirəm ki, daha sonra yeni səfərlər, axırıncı səfərim olacaq və çünki doğrudan da burada Azərbaycanda bu gənclər təşkilatları ilə əməkdaşlıq etmək üçün yeni layihələr, yeni bu proseslər həyata keçirmək üçün çox böyük imkanlar var. Dövlət tərəfindən bu imkan yaradılır və biz də beynəlxalq bir təşkilat olaraq bu göstərilən dəstəyin təkcə ölkə deyil, regional və ümumiyyətlə beynəlxalq səviyyədə belə deyək, dəstəklənməsinə öz töhfəmizi verə bilərik. Bizə yalnız təşəkkürlər düşür. Mən istərdim gənclərimizlə tanışlığa davam eləyək. Növbəti gəncimiz özünü təqdim etsin. Ümumiyyətlə Azərbaycanla danışa bilir gəncimiz. Bəli. Hamını salamlayıram. Adım Roza İsmayılovadır. Bu tədbir haqqında məlumatı aldığım zaman da mən Rusiyanın Peterburq şəhərində başqa bir beynəlxalq tədbirdə olduğum zaman olmuşdu və orada da Azərbaycanı təmsil edirdim və əsas məqsədim isə odur ki, müasir Azərbaycanın gənclərinə bu tipli və bu səviyyədə keçirilən tədbirlərdə iştirak etmək, kömək etməkdir. Çox gözəl məqsədiniz var. Sizə bu məqsəddə uğurlar. Çox sağ olun, təşəkkür. İstərdik tanış olaq. Salam, mənim adım Samirdir. Mən Azərbaycan Respublikasının prokurorluğunda işləyirəm və bəli, bu tədbirdə iştirak etmək üçün ilk dəfə rəhbərliyə məlumat verəndə çox əslində mənim təşəbbüsümü müsbət qarşıladılar və hər cür şərait yaradıldı ki, mən nəinki yəni bu tədbirdə, hətta tədbirdən əvvəl bizdə treninqlər keçirilir, həmin treninqlərdə də iştirak edeyim. Növbəti xanımımızla tanış olaq. Mənə maraqlıdır ki, Toqodan yerli iştirakçı ilə mən tanış olum və ondan ölkə haqqında daha çox məlumat əldə edeyim. Çünki sırf bu konfransa bu tədbirə qəbul olandan sonra mən Toqo haqqında daha çox məlumatlar əldə elədim. Yəni ki, mən əvvəl sadəcə bilirdim ki, Qərbi Afrikada balaca bir ölkədir. İndi mən öyrəndim onun beynəlxalq aləmdə rolunu, iqtisadi, diplomatik münasibətlərini, kibertexnika kiber təhlükəsizlik üzrə başqa ölkələrlə münasibətlərini, yəni mənə maraqlıdır. Artıq Toqo Respublikası mənim özümə də maraqlı gəldi. Gərək gedib bunu araşdırım. Ümumiyyətlə Azərbaycanlı iştirakçılar, yəni bu belə bir qanun var ki, digər ölkələri təmsil etməlidir, yoxsa necə? Dediyim kimi, Təhlükəsizlik Şurasının hər bir üzv dövləti, yəni hər bir dövlətindən
artıq Azərbaycana, Bakıya iştirakçılar gəliblər. Eyni zamanda onlarla yanaşı olaraq biz Azərbaycan iştirakçılarını da deyək ki, onların ölkələrinin təmsil olmasına kömək göstərməsini təmin edirik. Burada da əsas məqsəd, yenə də deyirəm ki, daha çox Azərbaycan gənclərini buna cəlb etmək və onların da biliklərini bu sayədə daha da yüksəltmək. Çox gözəl. Mən istərdim növbəti gəncimizlə tanış olaq və mənim Məzahir müəllimə yenə bir sualım olacaq. Buyur, özünü təqdim et və özündən danış. Mənim adım Fərid Əlizadə. Digər şəxslərdən fərqli olaraq mən ən kiçiyəm və bakalavr tələbəsiyəm. Mən bu konferansla niyə maraqlandım? Əvvəla ilk olaraq MUN, yəni ki, Model UN barədə bizim akademiyada Adamın adlı bir qrup var. Daha sonra belə bir şans qabağıma çıxdı və mən də belə Təhlükəsizlik Şurasının işi ilə daha çox maraqlanıram. Həmçinin qlobal problemlər filan beynəlxalq siyasətlə maraqlanıram və ona görə də müraciət elədim və sağ olsunlar təşkilatçılar müsbət cavab gəldi. Çox gözəl, sənə də uğurlar həmçinin. Məzahir müəllim, belə bir sualım var ki, gənclərdən razısınız və onların potensialına güvənirsiniz. Ümumiyyətlə, bu layihə, bu konferans bitdikdən sonra onlarla əməkdaşlıq etmək kimi fikriniz var, yoxsa necə? O gənclər ki, hansı ki, artıq təhlükəsizlik modelini və yaxud da ki, BMT prosedurlarını mənimsəyirlər, heç şübhəsiz ki, gələcəkdə deyək ki, BMT-də mövcud olan vakansiyalarda iştirak etmək məsələsi qərarlaşdıra bilərlər. Məzahir müəllim, yəqin ki, bu layihə yalnız rəsmi görüşlərdən ibarət deyildi və layihədə daha nələr baş verib layihə müddətində bütün bunları bir sujetdən izləyərək öyrənəcəyik. Gəlin sujeti izləyərək davam edərik. BMT Təhlükəsizlik Şurası model konferansı çərçivəsində yalnız rəsmi görüşlər deyil, eyni zamanda bir çox mədəni hadisələr də baş tutdu. Onların hamısını sizə təqdim edə bilməsək də, 5-ci Beynəlxalq Uşaq Muğam Festivalından xəbərlərimiz olacaq. 5-ci Beynəlxalq Uşaq Muğam Festivalının özəl görüntülər Magda. Sözügedən festival haqda daha ətraflı Kainat Gənclər Mərkəzinin əməkdaşı Kamran Rəsulzadə Maga eksklüziv müsahibə verdi. Biz belə demək olarsa rekord səviyyədə 9 ölkə ilə təmsil olunuruq. Bunlar Türkmənistan, Özbəkistan, Qırğızistan, Qazaxıstan, Türkiyə, Misir, İraq, maraqlısı olaraq Əfqanistandır və Azərbaycan da təbii olaraq daxildir ora. Festivalda Gənclər və İdman Naziri Azad Rəhimov və Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyinin Gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi iştirak etdilər. Daha sonra isə Azərbaycan daxil olmaqla 11 ölkədən 15 ifaçı təmsil etdiyi xalqın milli musiqi xəzinəsindən nümunələri tamaşaçılara təqdim etdilər. İfaçıların çıxışlarını Beynəlmiləl Münsiflər Heyəti, Türkiyə Mədəniyyət Nazirliyinin nümayəndəsi Oqtay Yılmaz, Münsiflər Heyətinin üzvü İranlı Neymət Cavanşir, Münsiflər Heyətinin sədri, xalq artisti, professor Ağasəlim Abdullayev qiymətləndirdilər. 4-cü beynəlxalq muğam müsabiqəsində iştirak etmişəm. Sonra da Qəbələdə seçim turu keçirilib. Orada 5-ci beynəlxalq muğam müsabiqəsində vəsiqə qazanıb. İndi burada muğam müsabiqəsində iştirak edirəm. Müsabiqə mənim fikrimcə yaxşı keçdi. İndi müsabiqənin final mərhələsində məlum olacaq ki, görək kim yaxşı oxudu. 5-ci Beynəlxalq Uşaq Muğam müsabiqəsinin baş mükafatının sahibi elə 15 yaşlı ifaçı Lalə Səmədov oldu. Biz də Magyadından bütün qalibləri ürəkdən təbrik edirik. Süjeti izlədik və layihə haqqında daha əyani təsəvvürlərimiz formalaşdı. Bu sualda ünvanlamaq istərdim son olaraq. Ümumiyyətlə, bu layihəni, rəsmiliyi tamamilə kənara qoysaq, Əhməd Əlhəndavi Azərbaycanı necə xatırlayacaq və Azərbaycana onun diqqətini çəkən məqamlar hansılar oldu? I remember, the warm hospitality and development that's happening at a very fast pace. Actually, I always tell them the story that when I was studying my master, I have a colleague from Azerbaijan. Her name is Layla. And she was telling us all the time about how beautiful the country is and how beautiful Baku is. And I think she was very confident about promoting the country. And when we visited Baku, we realized that she was absolutely true with everything she said. And what I remember, of course, this warm hospitality and the eagerness here for development and to move things
at a fast pace, and it seems, I mean, there is something new happening in relation to development. So this is definitely what is taking my mind, and all the enthusiasm that I felt with young people who want not only to become active citizens, but they want to become global active citizens. They want to be engaged with global issues as well, and this is exactly the future of citizenship, to concern and be concerned about the global issues or global challenges. Okay. Mən qeyd edərdim qonaqpərvərliyi və həmçinin inkişafı, güclü sürətlə davam edən inkişafı. Mən magistratura təhsili alarkən bizim bir Azərbaycandan olan qrup yoldaşımız var idi, Leyla adında, və o daim bildirirdi ki, Azərbaycanda hamı qonaqpərvərliyi çox güclü inkişaf gedir, Bakı çox gözəl şəhərdir və s. Və mən bura gələndə bu birinci səfərimdə əmin oldum ki, o doğrudan da yəni sadəcə öz ölkəsini belə tərifləmirdi, həqiqətləri deyirdi. Həqiqətən də hər kəs çox qonaqpərvərdir və ümumiyyətlə inkişafa böyük maraq böyükdür və gənclərdə entuziyazm var ki, həm özləri inkişaf və sadəcə aktiv vətəndaş deyil, qlobal səviyyədə, qlobal miqyasda aktiv vətəndaş olsunlar və bu da vətəndaş cəmiyyətinin qurulması üçün əsas prinsiplərdən biridir. Yəni biz beləyik də çox qonaqpərvər millətik. Bəli, xanım qonağında fikirlərini alaq. Buyursun, Hanna yaxşı xəyalik, bəs özümüz tərifləri, qoy qonaqlar tərifləsin. Tərifə layiqidir, Fariz, neyniyək? The beautiful sea, the beautiful nature and hearts of the people. And as Ahmed said, the spirit that you feel in the youth in the country, the ones that I've been working with, training them, helping them understand the UN better, just to see their perspective on things and to help them see things from a different perspective, but also to understand where they're coming from on certain issues in the world. It's been very inspiring, and I hope to be able to continue working with youth in Azerbaijan, with Model UN and maybe other projects as well, but I think those are the key things that I will take away, and just to see the inspiration that you find amongst the youth. They're so eager to move forward and do more and to contribute not only to the society in Azerbaijan but also to see the world and experience different things. So. Thank you. Thank you. And the food. Yes, bax mən onun bayaqdan gözləyirdim ki, bax ona toxunsunlar, nəhayət ki toxundular. Yemək. I think the history of this place speaks volumes as well. Just where you've come from and where you're moving forward towards, and you see the mix of the old and the new, and the culture is so rich and diverse. There's just too much to take away in too short a time. Mən qeyd eləyərdim ilk öncə çox gözəl dənizi, çox gözəl insanları, insanların çox gözəl münasibətini və yenə də yəqin ki, Əhməd bəy təkrarlayacağım, bu gənclərdə gördüyümüz entuziyazmı, marağı, keçdiyimiz treninqlər ərzində ümumiyyətlə onlarla olduğum münasibət zamanı onlardan gördüyüm ümumiyyətlə qlobal səviyyədə dünyanı yaxşılaşdırmaq üçün töhfə verməyə can atmaqları məndə çox gözəl fikirlər saxladı. Və siz o yeməyi qeyd elədiniz və xanım bildirdi ki, yəni ümumiyyətlə təkcə yemək yox, tarix, mədəniyyət, bu fərqliliklər və s. vaxt az olduğuna görə hamısını deməyə imkan olmayacaq. Görsən də Fariz, biz özümüzü tərifləmirik qətiyyən, çünki xaricdən gələn vətəndaşlar bunu deyirlər və təsdiqləyirlər. Ona görə də biz heç təvəzzəkarlığı hər şey bir qırağa qoyub özümüzü yəni ki, buna layiq bilə bilərik və son olaraq Məzahir müəllimin ümumi fikirləri. Buyurun. Qeyd etdiyimiz kimi, mən çox şadam ki, doğrudan da belə bir Azərbaycanın gəncliyi var. Əhməd bəyin də Azərbaycana səfəri, düşünürəm ki, BMT Azərbaycan münasibətlərinin, xüsusilə də gənclər sayəsində olan münasibətlərinin belə çox ciddi bir təkan verəcəkdir və daha növbəti illərdə Azərbaycanda bütün dünya gənclərinin çox böyük bir festivallarının, çox böyük bir forumlarının, çox böyük bir konferanslarının deməli şahidləri olacağıq və bundan da şübhəsiz ki, ancaq və ancaq Azərbaycan xalqı və eləcə də Azərbaycan gəncliyi bəhrələnəcəkdir. Görürsünüz ki, müasir Azərbaycan gənclərimizə yetərincə şərait və imkan var. Yenə və yenə təkrar edirik yorulmadan ki, bu fürsətləri mütləq dəyərləndirin, yoxsa çox şey itilərsiniz. Hər birinizə təşəkkür edirik gəldiyinizə görə, daha böyük uğurlar arzu edirik. Çox sağ olun. Thanks for coming here. Bu tip mövzularla əslində məqsədimiz gənclərin çiyinlərindəki yükləri ağırlaşdırmaq deyil. Əksinə, onların məsuliyyətlərini artırmaqdır. Məncə, maqlar artıq daha ciddi işlə məşğul olmaq zamanıdır. Sizə alternativ gənclik təklif edirik. Daha nüfuzlu, daha gəlirli, daha perspektivli, daha çox əhatəsi olan gənclik təklifinə nə deyirsiniz? Məncə, çox düşünmədən də inkişaf edən gənciyə hə demək olar maqlar. Odur ki, biz sizin hər addımınızı işıqlandırmağa hazırıq. Aktiv olun. Bugünlüksə bu qədər. Hələlik.